bu Avtomobil Yolları İdarəsinin keçmiş rəhbəri, hansı ki 2 ay öncə fevral ayında İlham Əliyev onu vəzifədən azad elədi, işdən qovdu. 11 il idi bu idarənin rəhbəri idi. Bu da çoxlu pullar yeyib də yəqin ki, amma özü mü yeyib, yedizdiribmi? Bu günlərdə deməli Dövlət Təhlükəsizlik Xidmətinin və Cavid Qurbanovun birgə mən onu Sukası adlandırıram. Bir jurnalist var, Pərvəz Həşimli. Cavidin otağında görmüşəm onu. Cavidin otağında rastlaşmışam. Kəlbəcərlidirlər. Şərəfsizin dal ayağıdır öz yerində. Təəssüf ki, görürəm onu bəzən müxalifətçilərlə bir yerdə falan da görürəm. Tanıyırlar, amma bilmirəm niyə bundan salam mələk eləyirlər. Özləri dövlətin aktafa daşıyanlardır və cəmaata ad qoyurlar. Gördüm ki, bu saytında bir xəbər paylaşıb ki, bəs Salih Məmmədovdan 1 milyard pul istəyirlər, yoxsa onu həbs edəcəklər. Yığdıqlarını qaytarsın. Bu kim istəyir? Yəni, Salih Məmmədovdan İlqar Hacıyev mi istəyə bilər, Tural Sadıqlı mı istəyə bilər, kim bilmir. Həbs edənlər kimlərdir ki, pulu vermədiyi təqdirdə həbs olunacaqdır. Deməli, dövlətdir də. Deməli, bu yaramaz. Deyir ki, dövlət Salih Məmmədovu şantaj eləyir ki, gətir 1 milyard pul ver, yoxsa həbs olunacaqsan. Və bu adam da, Salih də yığıb bağında öz işçilərini, keçmiş adamlarını, pullar birgə yediklərini ki, bəs gəlin, pul tökün, İlham məndən pul istəyir. Bunu verək. Bu yaramaz jurnalistə necə icazə verirlər ki, belə xəbər yaysın? Dövlət şantaj eləyir. Niyə yaxasına İlham Əliyev? Niyə Əli Nağıyev o gələnin yaxasından yapışmır ki, sən dövlətin adından sən kimsən danışırsan? Deməli, Tural bəy, Azərbaycanda yəni media yoxdur. Yəni bu Azərbaycanda danışan o hürən küçüklər adamlar, onlar ancaq dövlətin icazəsilə hürürlər. Onlar heç bir vaxt, heç biri Azərbaycan daxilində öz başına elə bir şey eləyə bilməz. Yəni, o zaman Əli Nağıyev mi buna tapşırığı verir? Düşünürəm ki, Əli Nağıyev, Bəylər Eyyubov və Rafiq Eyyubov, yəni bu birbaşa, mən bu Salih qısaca onun tarixini danışım, siz sonra qiymətləndirərsiniz, xalqımız özü qiymətləndirsin. Deməli, Cavid Qurbanov həmən vaxtı Azəryol Servisin rəhbəri olanda, bu Salih Biləcəridə hamı bilir, yaxşı qəşəng bilir, məni tanıyanlar da bilir, onları tanıyanlar da bilir. Bitum baza var idi belə Azəryol Servisin. Deməli, o vaxtı elə o həmişə soxardan bitumu alırdı və məcbur eləyirdilər bütün podratçıları gedib Salihdən alsınlar. Kimsə də şikayət eləyəndə ki, biz Salihdən niyə almalıyıq, biz gedib dövlətin neft şirkətindən almalıyıq da, biz kontraktımız var, normal ölkədə belədir, kontraktın var, gedirsən bitum baza ilə kontrakt bağlayırsan, bitumu alırsan, gedib istifadəsini eləyirsən. Ancaq bunların hamısı o vaxtı monopoliya, Bəylər Eyyubovun, Rafiq Eyyubovun monopoliyası idi. Yəni Salih'i də Cavidin böyrünə Bəylər Eyyubovla Rafiq Eyyubovu oturmuşdular ki, otur, sən bitumunu sat, pulları gətir bizə. Deməli, bu adam 100 qat o vaxtı, mən həmişə deyirəm, 10 manatdırsa 20 manat eləyirlər ki, 50%-ni özləri yesinlər. Bu iş adamına bu 2 qat baha bitumu satanda, iş adamları da neyniyir? Məcburiyyətən bitumun içərisində nəsə qatırlar, o da yollar gəlir, sonra düşür bugünə, dağılır. Yəni, normal o öz qiymətinə bitum alsaydı, normal yol tiklərdi, normal keyfiyyət. Deməli, bunun oğlu Sanqalında oxuyurdu. Mənim də bilirsən ki, ailəm... Salih Məmmədovun. Bəli, Salih Məmmədovun oğlu Sanqalında pullu adamlar üçün məktəb var. Orada yeganə bir məktəbdir ki, sistem qurubdular, belə yaramaz məmurların uşaqları üçün. Uşaq məktəbə gəlmədi, ştraf. Nə bilim, içkili oldu, ştraf. Yəni, belə bir yaramazlar üçün belə bir məktəb idi, orada oxuyurdu. Və o vaxtı gəlib gedir tez-tez və hətta mən artıq... İsveçrəyə. İsveçrəyə, oğlu orada, Sanqalın demirəm, orada oxuyurdu.
Və o vaxt gələndə həmişə məndən oturanda danışırdı ki, bəylər belə dedi, ağsaqqal belə dedi, Rafiq Eyübov Cavidə tapşırdı, Cavid neynədi? Yəni bunu böyründə elə o vaxtı bitumla məşğul idi. Sonra Cavid getdi ərə Mehriban Paşayevin qohumlarına. Ondan sonra bunu 2015-ci ildə getdilər yol idarəsinə rəhbər qoydular. Ancaq bu adam bitum satmaqdan başqa başı savadı heç bir şeydən çıxmır. Yəni bu adamın işi Cavidin vaxtında o idi ki, Cavid gecə gündüz yeyib içəndə bu Cavidin fahişələrini gətirirdi Xaqani ilə bu. Böyründə də bir Xaqani. Və Cavidin hesablarını ödəyirdi restoranda. Harda Cavid oturub, yəni işi buydu. Bu adamın nə yoldan başı çıxır, nə başqa bir şeydən. Yəni Cavidin belə savadlı mavinləri var idi. Yol üstünə adam qoyulanda mavinlərdən biri qoyulardı. Savadı injiner, savadı olan. Ancaq bunlar o işə, çünki Salih profesional idi də. Yəni bitum oğruğunda, bitum satmasında. Oğurluqda profesional görüb bilib götürdülər bunu. Bəli. Onu yol idarəsinə təyin eləyəndə dedim, vay vay. Cavid gənə indi özü yaramaz olsa da bir balaca yol işindən başı çıxırdı. Yəni hətta bəzən Ziyagil məcbur eləyəndə Cavid, mən indi adamın Allahı var, hamısı yaramazdı. Cavid gəlirdi Ziya deyirdi ki, bunu yavaş dikək, belə eləyək. Yəni bu işləri var idi, deyim Allahın qabağında. Ziya deyirdi ki, məni hərrəmir, pulu gətir və İlham Əliyevə yol göstərməliyəm. Mənə başqa bir şey maraqlı deyil. O siz nə danışırsınız? Deməli bunu təyin etdi ora Bəylər Eyübov, Rafiq Eyübov, bu Cavidin yerinə. Salih Məmmədovu ora təyin etdi. Salih Məmmədov, bəli. Deməli Salih Bəylər və Rafiqin adamıdır. Bəli, 100%. 100% məni tanıyanlar bilir. Mənim dediyim söz. Yəni Allahın qabağında sənəti var, sübutu var. Deməli, Tural bəy, bu adam ora təyin olunub ki, Caviddən sonra bu əsas məsələsi o idi ki, bu rüşvəti yığıb, aparsın, yuxarı vaxtında çatdırsın. O heç bir vaxt 1 manat da Salih'in heç bir vaxt hünəri ola bilməz. Bu Bəylər Eyübovun, Rafiq Eyübovun xəbəri olmadan özünə milyard oğrasın. Bunu milyard deməli Salih oğruyubdursa, deməli ən aşağısı 5 milyard pul yeyilibdir. Yəni 1 milyard Salih oğraması üçün gərək aşağısı 20% də Salih oğrasa bu işin içərisindən də, belə deyək. Bu gərək 5 milyard, deməli 5 milyard devlətin pulu oğranlıqdır bu, 100%. Baxın, bilmirəm, 2015-ci ildən Azəryol Servisin büdcəsini mənə söyləsəz, Tural bəy, rəsmi bilmirəm, var, yoxdur. Mən sizə deyə bilərəm ki, bu nə puldur, hardan bu söz çıxır və nə çıxır. 100% bugün bilirsən ki, bütün bəylərə özünə şəxsən İlham Əliyev dəyə bilmir. Ancaq ətrafını, hətta qohumlarını, yaxınlarını birini tuturlar, birinin pulunu alırlar və Salih də bu dəqiqə o siyahıya düşübdür. İlham Əliyev bu yol tikintilərini falanı kimə gördürürdü? Hansı şirkətlərə? Hamısı özlərindən razılaşdırılmış şirkətlər. Ya öz şirkətlər. Bəylərin kurasiyasında olan şirkətlərdir əsas. 100% bəylərin, gəlin deyirəm. Bəylərin biraz əvvəl. Azvirt bu dəqiqə, bəli, Kamil o vaxtı, onun da tarixini danışım. Mən o vaxtı 1 metrə 20 santim boyu var. Belə balaca kişilərdəndir. Deməli, qabaq Azal Cahangirlə işləyirdi. Bu azvirt sözü də az və Virtkin, bu Alman şirkəti var, yol avadanlığı istehsalatından məşğuldular və bütün dünya tanınmış bir şirkətdir. Bu onlarla şirkəti qurdu, dədəsi hələ dədəsinin vaxtından, dədəsi də Baksovetdə işləyirdi bunun dədəsi. Deməli, bunların kuratoru Cahangir idi. O ki başlandı bu hava limanı yolu tikiləndə, 100 milyonlarla proje gələndə bunu Cahangiri də
Bunu da Kamil'i də, ikisini də bəylər tapşırıq verib Rafiqə. Rafiq çağırıb öz otağına və deyib ki, bundan sonra sənin Cahangirlə Azalla işin yoxdur. Sənin bundan sonra, yəni mənə ne Zakir üzərindən eləmişdilər. Ancaq bunu elə birbaşa Rafiq Keçdi bəylərin kurasiyasından. Ha? bəli, keçdi bəylərin kurasiyasına. Bunlar, bunun nəsli kökü bəylərlə eyni rayondandır, Vedi rayonundandır. Yəni Yerazlı Ermənistanlıdırlar. Bəli, bəli. Yəni bu adam birbaşa nə iş görürsə, hamısı bəylərin, yəni birbaşa bu prezidentin pulu kim olursan ol verməlisən. Yəni şakaya pul lazımdır, şakanın pulunu verməlisən. Bu 20% şakanın puludur. O birisi qalan pullarda, deyək indi Ziya 6% idi, ondan sonra sistem dəyişdi, o birisi, bu birisi. Onları da verməlisən. Ondan sonra nə qazanmısansa 50% minimum yetməlidir İlham Əliyevlə Bəylər Eyyubova, Rafiq Eyyubova. Yəni Kamil belə işləyir. Ona görə mən o vaxt etiraz edirdim, ondan buradayam. Ona görə mən ölkədən qovdular, malımı, mülkümü zəbt etdilər. Hətta o sakitləşmədilər, getdilər Rusiyada da nəyim var idi, onu da zəbt etdilər. Ancaq Kamil kimi yaramazlar o öz şirkətlərində sakit direktor kimi işləyirlər. Yəni bu dəqiqə onların varı, mülkü, nəyi varsa hamısı İlham Əliyevindir. İlham Əliyev onu elə belə tərifləmir. İlham Əliyev gələndə məni də tərifləyirdi. Yəni onları axtarıb tapmaq olar. Yəni o vaxt prezident saytına da qoydular ki, cavan maşallah ölkənin belə tikirsən, qurursan, belə halaldır sənə. Və İlham Əliyev belə rəsmi tərifləri də var. Yəni o sadəcə bu saat mənlə bağlı olanlar hamısını qapatıbdılar, gizlədibdilər bu rəsmi prezidentin saytında. Ona görə əziz qardaş, bu su kanalizasiya sistemi də problemi də, Salih problemi də, hər bir şey. Mən ilk sən sual verəndə bu su kanalizasiya sistemini nə etmək olar? İlk bu rüşvət məsələsi yığışmalıdır. Savadlı insanlar bacarığına görə vəzifə tutmalıdır. Yəni mühəndislər çalışmalıdır. Salih yol mühəndisi deyil. Hələ sən görəsən ki, yavaş-yavaş İndi birisi kimi gətiriblər. Kimdir? Vüsal Nəsirli adlı birini gətiriblər. Adam da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyibdi. Yəni bilmirəm indi bu kimdir, amma başqa bir Arkadaş, adamdır. bir işə adam götürür. Mən iş adamıyam da. Mən yəqin Paşayevlərdən ona görə. 100% Paşayevlərdəndir. Bu dəqiqə axır bu 5 ildə 99% Paşayevlərdən gəlib. Qalanlar da hamısı Paşayevlərə baş əyib, ona görə vəzifəsində qalıb. Yəni Paşayevlərdən olmayan bu saat adam yoxdur, Tural bəy. Hamısı Paşayevlərdəndir. Ölkənin də korrupsiyası, xaosu, hər bir şeyi Mehriban mamamız, o nədir, mafiya mamamız o idarə edir. Bütün pullar Altay üzərindən, bəylər üzərindən, mərkəzi qabaq bəylər gətirirdi İlhama. O vaxt hələ Calalın hörməti var idi, o birisi. İndi bəylərin özü də orada qalması üçün nəyləri varsa hamısı keçdi Paşayevlərin kontrolunun altında.